Salam, hər vaxtınız xeyir olsun. Sınaq 77-nin izahını verəcəyik Nərgiz Nəcəf 250 sınaq test toplusundan. 5 mövzunun qarışıq sınağıdır, 30 sualdan ibarətdir. Adjective sifət, adverb zərf, pronouns əvəzliklər, articles artikellar və nouns isim mövzusunun, bu 5 mövzunun qarışıq sınağıdır. Deməli, birinci sualdan daha doğrusu başlayırıq. Deməli, birinci sualda diqqət edirik ki, pronouns əvəzlik mövzusuna dair sualdır. Əvəzlik mövzusunda bizim əzbər bilməli olduğumuz qeydlər var. O qeydlərdən biri of, özündən sonra of gəlməz qeydləridir. No, no one, törəmələr, every. Bu dördündən sonra of ümumiyyətlə gəlməz. Yəni every of deyilən bir şey yoxdur. Ona görə 4 atırıq. Və pronoun mövzusunda daha çox keçən xüsusi diqqət etməli olduğumuz qeydlərdən biri mübtəda xəbər uzlaşmasıdır. Biz nöqtələrin yerinə təbii ki, mübtəda vəzifəsində iştirak edəcək variantları seçəcəyik. Ona görə xəbərlə uzlaşdırmalıyıq. Xəbərimiz word cəmdir. Was tək word cəmdir bilirsiniz. Word cəm olduğuna görə mübtədanın yerinə verəcəyimiz əvəzlik də cəm olmalıdır. İçlə one təkdir, xəbəri tək olur. Amma almost some-ın xəbəri cəm olur. Ümumiyyətlə bu son dediyim cümləni mütləq şəkildə əzbər yadınızda saxlamalısınız. Hətta səhv etmirəmsə sonuncu buraxılış imtahanlardan birinə bu qayda düşmüşdü. Orada cavab almost some idi, burada olduğu kimi. Əsasən pronouns mövzusunda almost some-ın xəbəri cəm olur, each one-ın xəbəri tək olur. Əslində almost some-da all some belə deyək ki, başlıdır xəbəri tək də ola bilər, amma özündən sonra cəm isim gəldikdə almost some-ın most-un xəbəri həmişə cəm olur. Pronoun mövzusunda da adətən cəm isimlə verdiklərinə görə qısa şəkildə belə deyə bilərik ki, almost some most-un xəbəri cəm olur, amma each one-ın xəbəri tək olur. Xəbərimiz word cəm olduğuna görə cavab qalır 1, 3, 6. İkinci sualda sifət mövzusuna, sifət və zərf mövzusuna dair sualdır. Əvvəla Y variantını atırıq ki, belə bir ifadə yoxdur. Niyə? Əz arasında adi dərəcə işlənməlidir. Beta bilirsiniz ki, good'un müqayisə dərəcəsidir, üstünlüyü bestdir, müqayisəsi betadır, olmaz. B variantını atırıq ki, more beta deyilən bir şey yoxdur. Çünki burada zən müqayisə dərəcəsinin göstəricisidir. Müqayisəni yaradan isə ya more ya da yəni belə deyək, beta bilirsiniz ki, good'un kökündən dəyişən müqayisə dərəcəsi formasıdır. Yəni beta özü zaten müqayisə dərəcəsindədir. Ona əlavə more verib ikinci səfər onu müqayisəyə çevirmək olmaz. Və ya biz sifət mövzusunda demişik ki, more-la eyni anda olmaz. Ya bu olmalıdır. Yəni təbii ki, bu sözdən asılıdır. Beta özü müqayisədədir. Əlavə ona more vermək olmaz. Belə bir şey də yoxdur. Qalır A, C, D variantı. Burada baxırıq ki, deyir, few guitarists can sing. Bəzi az deyir gitaristlər ifa edə bilirlər. They can play. Onlar deyir, ifa etdikləri kimi və ya ifa etdiklərindən sing, oxuya bilirlər. Yəni burada artıq ifa etdikləri kimi oxuya bilirlər. Kimi əzəzdir. Yəni tərcüməyə görə burada əzəzdir. Zaten 3 variantımız əzəzdən ibarətdir. Amma ifa etdikləri kimi oxuya bilirlər. Kimi yaxşı oxuya bilirlər, daha doğrusu. Yaxşı. Kimi yaxşı oxuya bilirlər. Yəni yaxşı sözü burada bad deyil, D variantını atırıq. A və C variantı qalır. Good-la well arasında fərq budur ki, good sifətdir, well zərfdir. Yəni good ismə aid olmalıdır, well zərfdir, hərəkətə, feilə aid olmalıdır. Burada az gitaristlər oxuya bilirlər. Onlar ifa etdikləri kimi yaxşı. Yaxşı burada oxumağa aiddir. Hərəkətə aid olduğuna görə good yox, as well as olacaq. Üçüncü sualda compound noun, mürəkkəb isimlər istəyir bizdən. Ekonomi sadədir. Yəni ekonomi sözündə 2 kökdən ibarət olan söz birləşməsi yoxdur. Yəni 2 kök yoxdur. B variantında leadershipdəki ship lıqlikdir. Gəmi mənasında olan söz deyil. Lıqlik şəkilsidir, liderlik. Yəni bu şəkilsizdirsə deməli düzəltmədir. C variantında picture sadə sözdür, mürəkkəb deyil. Y variantında informationda tion var, yəni isim şəkilsidir, leksik şəkilsidir. Bu düzəltmədir. Cavab qalır D variantı. D variantındakı spaceshipdəki ship B variantındakı leadershipdəki shiplə eyni deyil. B variantında leadershipdəki ship lıqlik şəkilsi idi, amma spaceshipdəki ship gəmi mənasındadır. Kosmik gəmi mənasındadır. Ona görə kosmik gəmi mənasındadır. Ona görə mürəkkəb sözdür. Fireman, babysitter bunlar da mürəkkəb söz olduğuna görə deməli cavabımız D variantı olacaq. Dördüncü sualda deməli sifətin qaydasıdır. To adi dərəcənin göstəricidir. Adi dərəcənin göstəricisi olduğuna görə B variantını, D variantını atırıq. B variantındakı most üstünlük dərəcəsi, D-dəki more müqayisə dərəcəsi yaradır. Amma to şərtdə bizdən adi dərəcə istəyir. İkinci tərəfdə zən isə vergüldən sonra, yəni buradan sonra ikinci nöqtədə zən bizdən müqayisə dərəcəsi istəyəcək. Most üstünlüyü yaradır. Much müqayisəni istəyəndir, amma müqayisəni yaradan more ya da erdir.
Ona görə C variantı da gedir. Bəli, müqayisə yaranıb A variantında. 5-ci sualda artiklı United States normalda ölkələrlə, şəhər, ölkə, kənd və ya məkan adları ilə boş olur, artikl olmur. Amma tərkibində United States, Kingdom, Republic, Federation, Emirates olan ölkələrlə Z artikl olmalıdır. Kanada normal ölkə adı da məkanlarla boş olur. A və C variantı da gedir. 3-cü nöqtədən sonra North, şimal. Ümumiyyətlə demişik, sonuncu sınağımızda da səhv etmirəmsə sınaq 68-də izah edərkən ətraflı izah etdik ki, cəhətlərlə Z olur. Yəni burada məsələn Z olacaq. Çünki North şimal cəhətdir Z. Amma cəhətlərin yanında dərhal yanında məkan adı gələrsə o zaman boş olur. Ona görə cavabımız olacaq Y variantı. 6-cı sualda sifət mövzusuna aiddir, dərəcələrdir. Evə üstünlük dərəcəsinin göstəricisidir. Üstünlük dedikdə most est yada düşür və bu qaydaya görə A variantında mor müqayisəni atırıq. B variantında maç müqayisəni istəyəndir. Yaradan deyil, istəyəndir, zən kimidir maç və heç bizə müqayisə də lazım deyil, bizə üstünlük lazımdır. B-ni də atırıq. C variantını atırıq ki, yadınızda qalsın, best üstəgəl sifət olmaz. Yəni bestdən sonra sifət, interesting və ya digər bir sifət gələ bilməz. Qalır Y və D variantı. Bilirik ki, üstünlük dərəcəsinin digər dərəcələrdən fərqi odur ki, üstünlük dərəcəsində mütləq əvvəldə Z artikli olmalıdır. 7-ci sualda deməli pronoun mövzusu. Nöqtədən sonra reply burada isim mənasındadır. Cavab vermək feil yox, isimdir. Adətən cümlənin ortasında feil gələndə to ilə işlənir və ya əvvəldə gəldikdə xəbər vəzifəsində olur. Burada xəbərimiz receive etdi. Reply ikinci dərəcəli feil olsaydı əsasən ing və ya daha doğrusu to ilə işlənərdi. Deməli burada I've received, mən qəbul etdim, cavab nə? Burada isimdir. Törəmələrdən sonra isim gəlmir. Qaydaya görə bilirik ki, o həmin pronoun mövzusunda olan özündən sonra isim gəlməzlər var. Törəmələrdir, nandır, elotdur, elsedir, azersdir. Bunlardır və bir sıra əvəzliklər var ki, onlardan sonra isim gəlməz. Nan da var orada təbii ki, nandan sonra isim gəlməz. C və Y variant arasında qalırıq. Əsasən belə bir qayda var, no-not fərqi var. No-dan sonra gələn isim artiklsız birbaşa gəlməlidir. Necə ki, burada da reply artiklsız birbaşa gəlib. Bəli, cavab C olacaq. Amma notdan sonra isə isim adətən gəldikdə artiklına ya Z artiklı ya EN qeyri-müəyyənlik artiklı ilə gəlməlidir. Məsələn, burada Z reply və ya EN reply, E reply məsələn olsaydı və ya Z artiklı olsaydı o zaman not olacaqdı. Amma artikl olmadıqda C variant olur. 8-ci sualda oflu birləşmələr gördükdə of the year və ya one of kimi oflu birləşmələr gördükdə üstünlük dərəcəsi verməliyik. Üstünlük dərəcəsi dedikdə most est yada düşür, hotter müqayisədir. Match hotda nə most nə est var, yəni üstünlük dərəcəsi deyil. B variantında Z artiklı yoxdur. Bilirik ki, üstünlük dərəcəsində mütləq Z olmalıdır. D variantında həm most var, həm est var. Belə şey olmaz. Ya most ya est olmalıdır. Cavab qalır Y. 9-cu sualda Fransa ölkələrlə, məkanlarla, yəni boş olur, artikl qadağandır. Last year, deməli last qaydası, ümumiyyətlə last, next, bunlardan sonra qeyri zaman bildirən söz gələrsə əvvəlində Z artiklı olur. Amma bunlardan sonra year kimi zaman bildirən söz gələrsə o zaman əvvəli boş qalmalıdır. Yəni birinci tərəf boş, ikinci tərəfi də boş desək cavabımız C variantı. 10-cu sualda of all da of the year kimi oflu birləşmələr cərgəsindəndir. Oflu birləşmələr gördükdə üstünlük dərəcəsi verməliyik. A variantı early adi dərəcədir. Üstünlük dedikdə most es yada düşür, mor müqayisədir. D variantında Z artiklı yoxdur. Üstünlük dərəcəsində Z artiklı olmalıdır. C-də də həmçinin cavab qalır Y variantı. 11-də özündən sonra artikl gəlməyənlər bölməsi var pronoun əvəzlikdə. No da onlardan biridir. No-dan sonra artikl olmaz. Ən azədəki ən də bilirsiniz ki, artikldır. Z, E, N artiklı olmaz. C və Y variantı qalır. Sonu S-lə bitən azerslərdən sonra ümumiyyətlə isim gəlməz, qadağandır. Ona görə cavabımız burada qalacaq bizim. Deməli, C variantı. 12-ci sualda nöqtədən sonra əvvəla bunu deyək ki, göstəricimiz var. Evə bizdə üstünlük dərəcəsinin göstəricisidir. Most est olmalıdır. Bu variantlarda most est yoxdur. C və Y variantı qalır. Üstünlük dərəcəsində də mütləq Z artiklı olmalıdır. Cavab qalır Y. Həmçinin başqa baxış prizmasından da baxıb bu testi həll eləmək olar. Adətən göstərici olmur. Məsələn, tutaq ki, burada evə yoxdur. Testi necə həll edəcəyik? Nöqtədən sonra sink gəlib. Sink əşya sayılan tək isimdir. Sayılan tək ismi hansı mövzu olur olsun, boş saxlamaq olmaz. Artiklı mütləq olmalıdır. Cavablarda da artikl yalnız Y variantındadır. 13-cü sualda İrlandiya ölkələrlə boş olur. A, Y, B variantı gedir. British Isles. Keçən artikl mövzusunda demişdik ki,
deməli, dağlar və adalara aiddir bu. Dağ və adalar adı bir dağın və ya bir adanın adı verildikdə boş olur, artikel olmaz. Amma çoxlu dağ, çoxlu adalar qrupunun adı verildikdə, məsələn, Qafqaz dağları, Himalay dağları, British Isles, yəni Britaniya adaları, çoxlu adaların adı verildikdə o zaman Z artikeli olur. Yəni ikinci nöqtəmizdə Z artikeli olacaq. Bütün variantlarda da var. Daha doğrusu C və D variantının ikinci nöqtəsi Z-dir. Üçüncü nöqtədən sonra United Kingdom. Dediyimiz kimi tərkibində United Kingdom, States, Emirates, Federation, Republic olan ölkələrlə Z artikeli işlənməlidir. Cavab qalır D. 14-cü sualda nöqtədən sonra country, sayılan tək isim gəlib. Sayılan tək ismin mütləq artikel olmalıdır. Ona görə A, B, Y-ni atıb C, D arasında qalırıq. Big tək hecalı söz olduğuna görə most yox, S-lə düzəlməlidir. Cavab qalır C. Amma qayda ilə izah etsək, belə də deyə bilərik ki, sifət qaydasına görə izah etsək, yəni in Z, ümumiyyətlə in Z, on Z, at Z əsasən üstünlük dərəcəsinin göstəricisidir. Üstünlük dərəcəsinin göstəricisi olduğuna görə, deməli, biz burada cavablarda üstünlük dərəcəsi verməliyiksə, məsələn, A variantı müqayisədir, Y variantında Z yoxdur, D variantında big, most-la yox, S-lə düzəlməlidir, B variantında da həm most, həm S var, yanlışdır, cavab qalır C. 15-ci sualda plural nouns cəm isimlərdir. Woman, A-la yazan woman, deməli, qadın təkdədir, E hərfi olduqda cəm olur, bilirsiniz. Y variantında sonu icısı ilə bitənlər və ya C variantında progress qoşa S-lə bitənlər, sonu X və ya yəni icısı və qoşa S-lə bitənlər cəm deyil, tək isimlərdir. Ona görə cavab B və D qalır. D variantında da qoşa S-lə bitən söz var. Sonu qoşa S və icısı ilə X ilə bitənlər tək isim hesab olunur, cəm deyil. Cavab qalır B. Oxen, oxun kökündən cəmlənən formasıdır. Oxen, polis men yazılan, deməli, E hərfi ilə yazıldıqda cəm olur. Closesində sonunda S var, cəmdir. Ural dağları biraz əvvəl British Isles, Britaniya adaları kimi Ural dağları da, deməli, dağlar adıdır. Çoxlu dağların adı olduqda Z artikeli işlənir. Qalır B, Y, C variantı. İkinci nöqtədən sonra gələn Europe və ya Asia, materik qitə adları ilə, məkan adları ilə boş olur, artikel olmaz. Deməli, ona görə cavabımız qalacaq Y variantı. 17-ci sualda deməli baxırıq ki, nöqtədən sonra leads xəbər gəlib. Leads to, ümumiyyətlə lead to səbəb olmaqda cause'un sinonimidir. Və biz bu AZERS qaydalarında belə bir şey demişdik ki, 3 qeydi bilsək, bu testi rahat həll edə bilirik. Çünki çox uşağın şagirdimizin deməli çətinlik çəkdiyi testlərdən biridir. Birinci qeyd budur ki, ən az ədən sonra mütləq sayılan tək isim gəlməlidir. Burada nöqtədən sonra isim yoxdur. Feil gəlib, xəbər gəlib. Deməli, ən az əni atırıq. Ən azı müstəqil işlənə bilməz. İkinci qayda budur ki, sonu S-lə bitənlərdən sonra, sonu S-lə bitən AZERS'dən sonra isim gəlməz. Burada isim gəlmədiyinə görə problem yoxdur, atmırıq, qalır. Üçüncü qayda isə Z artikelinin olub-olmamağıdır. Əgər əvvəldə haqqında danışıb, ikinci dəfə onun haqqında yenidən danışırsa, deməli Z olmalıdır. Yox, əksidirsə Z olmamalıdır. Məsələn, deyir ki, there are two paths, vardır iki cığır, iki yol bizim qarşımıza. Biri dağa gedir, digəri kəndə. Digəri dedikdə nöqtənin yerinə, yəni əvvəldəki cığırlardan, yollardan danışır. Ona görə məlumdur, ona görə Z artikel olacaq. Deməli, burada leads xəbərimiz, dördüncü belə qayda desək, xəbərə baxmaqdır. Xəbərimiz leads təkdədir, bilirik ki, xəbərin sonunda S olduqda tək olur. Amma others-ın xəbəri cəmdir, digərləri yox. Digəri, deməli, çünki xəbərimiz təkdir, cavab qalır B variantı. 18-də zən müqayisə dərəcəsinin göstəricisidir. Müqayisə dedikdə more areada düşür, most üstünlükdür, very intelligent adidir. Daha doğrusu more müqayisədir saxlayırıq, B variantı adidir. A və C variantı qalır. E artikelına sifət mövzusunda ehtiyac varmı, yoxsa yox? Bu isimdən asılıdır. Ümumiyyətlə, hansı mövzu olur olsun, E artikeli, EN artikeli sayılan tək ismə verilməlidir. Nöqtədən sonra şərtdə sayılan tək isimimiz yoxdur. Yəni, zəndən əvvəl sayılan tək isim yoxdur. Niyə E artikelini verək? Ona görə C variantını atırıq, qalır A variantı. Məsələn, əgər nöqtədən sonra animal olsaydı və ya təbii ki, bu cümləyə uyğun gəlməsə də animal olsaydı, sayılan tək isim more intelligent verəcəkdi. Amma animal və kimi sayılan tək isim olmadığına görə A variantı. 19-cu sualda Jamaica, ölkə adları boş olur. Australia, bu da ölkə adıdır. Deməli, boş olacaq. Birinci və üçüncü nöqtələri boş olan variantlar, deməli, C və Y variantıdır. İkinci nöqtəyə təbii ki, Z verəcək. Bahamasın sonunda S var. Deməli, bu çoxlu adalar qrupunun adıdır. Sonunda S olduqda adətən bunu bilirik. Çoxlu adalarla, çoxlu adalar qrupunun adı ilə Z artikeli işlənir. Sonuncu nöqtədə isə ölkənin adında Republic var.
Əgər United States, Kingdom, Republic, Federation, Emirates olan ölkə adları varsa, onlardan Z işlənməlidir. Cavab qalacaq C. 20-ci sualda zən müqayisə dərəcəsinin göstəricisidir. Müqayisə dedikdə more areada düşür, amma bilirsiniz ki, good-la bad sözü kökündən dəyişir. Good-un müqayisəsi better, üstünlüyü best. Bad-in müqayisəsi worse, üstünlüyü worst. İndi burada zən müqayisədir. Təbii ki, worst ilə best sonu st, st ilə bitənlər deməli üstünlük dərəcəsidir, olmaz. Well, good kimi, good well ikisi də adi dərəcədir. Bəzən şagirdlər çaşdırır ki, well müqayisədir. Xeyr, well zərfdir, zərfin adi dərəcəsidir. Yəni good normalda zərflər ly şəkilsi ilə, ly ilə düzəlir, amma good kökündən dəyişərək də zərfə keçir. Yəni amma yenə də well adi dərəcə hesab olunur. Müqayisə betədir, B variantı. 21-ci sualda deməli 21-ci sualda 3-cü nöqtədən başlayaq. Əvvəla burada is closely related to Russian, Ukrainian, ümumiyyətlə ianla bitənlər əslində dil adıdır. Dil adları ilə artikel olmaz, boş olar. Əgər ianla bitənlərin sonuna s qoyulduqda deməli bu milləti bildirir. O zaman z olacaq. Amma dil adı olduğuna görə, həm də cümlədə dildən danışıldığına görə, çünki burada Ukraine speak danışırlar Ukrayna dilini. Dil adı olduğuna görə boş olacaq. Deməli B, Y, C variantı gedir. A və D variantı qalacaq. Bir dəqiqə. A və C variantı qalacaq. Birinci nöqtədə də ümumiyyətlə Ukrayna ölkə adları bəli bilirik ki, boş olur, artiklsız işlənməlidir. Amma Ukrayna bağlı belə bir məsələ var ki, Ukrayna əslində istisnalardan hesab olunurdu. Yəni Ukrayna ölkəsi digər ölkələr kimi, yəni bir çox buna istisnai ölkələr var ki, Niderland, Filippins, onların cərgəsindədir ki, Ukrayna deməli artikel olmalıdır, Z artikli olmalı. Cavab D. 22-ci sualda zən müqayisə dərəcəsi istəyir bizdən. Müqayisə dedikdə more areada düşür. Est üstünlük dərəcəsidir. Most üstünlük dərəcəsidir. D variantı adi dərəcədir. A və B variantı qalır. B variantında fərq budur ki, daha doğrusu yanlış olan budur ki, həm more, həm air artırmaq olmaz. Yəni tək hecalı sözə air, çox hecalı sözə more artırmalıyıq. İkisi ilə də artırılmaz. Cavab qalır A variantı. 23-cü sualda uncountable nouns sayılmayan isimlər deməkdir. Deməli, A və saat sayılır. Saniyə, dəqiqə, saat, ay, gün, il bunlar sayılır. A variantı gedir. Y variantında tuz, dişlər sayılır. Flower, gül sayılır. Picture, şəkil sayılır. Cavab qalır B. B variantı. Wine, şərab maye halındadır. Furniture, mebel, material adıdır. Sayılmır. Peace, sülh deməkdir. Sayılmır. Amma PEC yazılan, buna oxşar bir söz ki var. PEC yazılan peace, o da eyni cür tələffüz olunur. Hissə, o sayılır. Cavab B. 24-də millions of people qaydasını demişik. Ümumiyyətlə 100,000, millions, billion. Bu ümumi yuvarlaq ədədlərin sonunda ESOF olduqda, yəni sonunda bu formada ESOF olduqda əvvəli boş qalır. Amma ESOF olmadıqda E artikli olmalıdır. Ona görə burada boş qalacaq. Cavab B və C. İkinci nöqtədən sonra national park, ümumiyyətlə park adları boş qalacaq. Park adları ilə artikl işlənməz. Ona görə cavabımız qalacaq. Deməli C variantı. 25-ci sualda deməli baxırıq ki, cavablarda verilən information sayılmayan tək isimdir. Bilirik ki, sayılmayan tək ismə EN artiklı vermək olmaz və onu cəmləmək olmaz. Bu isimdə öyrəndiyimiz təməl qaydalardan biridir. Sayılmayan tək ismə EN artiklı vermək və ya S cəm şəkilsi vermək olmaz. Many'dən sonra cəm isim gəlməlidir. Information sayılmayan tək isimdir. B və C variantı qalır. İnkardan sonra sam gəlməz. İnkardan sonra gələn sam eniyə keçməlidir. Cavab qalır B. 26-da əz arasında adi dərəcə işlənir. Bigger müqayisədir. Biggest üstünlük, more müqayisə, zaten yanlışdır. Və əz arasında bir sayılan tək isim yoxdur ki, biz E artiklı verək, ola da bilməz. Cavab qalır D variantı. 27-də deməli pronoun, possessive pronouns mövzusuna və ya personal pronouns mövzusuna aid sualdır. Yəni burada artıq biz o mövzunu ətraflı izah etdikdə bir balaca burada əlavə bilik də lazımdır. Aslı forma, müstəqil forma, obyekt hal, adlı hallar hansılardır? Demişik ki, məsələn, nöqtədən sonra isim gəlmədikdə və özündən əvvəl to be xaric digər feillər gəlmədikdə müstəqil forma veririk. Məsələn, Y variantı şiini atırıq ki, şi mübtədada işlənər. Bizim nöqtələrimiz mübtədada deyil. Hi də həmçinin. Him və ya her obyekt haldır. Obyekt hallardan əvvəl to be gəlməz. Obyekt hallardan əvvəl to be xaric digər xəbərlər gələ bilər. Ona görə C və D variantı gedir. A variantında his həm asılı, həm müstəqil haldır. Bəli, bilirik ki, asılı hal ola bilməz. Asılı haldan sonra isim gəlməlidir. Amma müstəqil hal kimi hizi verə bilərik. Çünki hizdən sonra isim gəlməlidir. Daha doğrusu müstəqil
forma olan hizdən sonra isim gəlməməlidir. Bəli, burada da gəlməyib. Cavab A variantı. 28-ci sualda Niagara River deməli çay, göl, okean su hövzələri adları ilə Z artiklı işlənməlidir. Ona görə cavabımız qalır BC. Lake area bu da göl adıdır. Bununla da əslində Z işlənməlidir, amma lake sözü istisnadır. Əgər gölün adında lake sözü varsa, lake-in əvvəli boş qalacaq. B variantı gedir. C variantında da doğru cavab C variantıdır. 3-cü nöqtədə eynən 2-ci nöqtə kimi. 29-da United States Amerika, United States olan ölkələrdən Z işlənir. B və Y variantı qalır. New York normal şəhər adıdır. Şəhər adları ilə artikl işlənməz. Cavab B variantı. 30-cu sualda possessive case yiyəlik hal mövzusuna dair sualdır. Yiyəlik halda əsas iki qızıl qayda budur ki, apostrof S düzgün verilməlidir və özündən sonra isim gəlməlidir. Artiklsız isim gəlməlidir. Məsələn, Y variantında apostrof S düzgün verilsə də özündən sonra feil gəlir. Finish it feildir. D variantında frightened-də eddən id şəkilsindən bilirik ki, bu da feil və ya feil sifətdir. C variantında let apostrof S-dəki apostrof S ümumiyyətlə yiyəliyə alınan əlaqəsi yoxdur. Yəni let's bəzi olmazlar var, qaydamızda da qeyd eləmişik. Who apostrof S, there apostrof S, it apostrof S, she apostrof S, let apostrof S. Bunlar yiyəlik deyil. B variantında fond of sözlərimizdə də var, like-ın sinonimidir, sevimlisi olmaq, xoşlamaq deməkdir. Yəni isim deyil. A variantında dream, apostrof S-dən sonra gələn dream isim olduğuna görə cavab olacaq A variantı. Bu qədər. Uşaqlar, təşəkkür edirəm diqqətiniz üçün. Çox sağ olun.